Mən Yunis, 17 yaşım var və hekayəmiz başlasın. Mən 17 yaşım var, Kadiras Universitetində oxuyuram. Kadiras Universitetini seçməyim, nə üçün seçdiyimi deyəcəm ilk öncəliklə və ən əsas olaraq Türkiyədə oxumağa dəyər, xaricdə oxumağa dəyər, dəyməz, yaxşı tərəflərini və nisbətən biraz pis tərəflərini söyləyəcəm sizə. Kadiras, niyə məhz Kadiras Universitetini seçmişəm? Kadiras Universitetini seçməyimdə əslində ən böyük səbəblərdən biri o idi ki, Kadiras Universiteti sırf proyekt yönümlü universitetdir və mənim imtahan verməklə aram o qədər də yaxşı olmadığı üçün və imtahanlarda çox stres halları yaşadığım üçün Kadiras Universitetini seçmişəm. Proyekt yönümlü dediyim məsələ budur. Məsələn, siz normal universitetlərdə 6-7 və yaxud da 8 fəndən imtahan verirsinizsə, biz 6-7-8 fəndən onun müəyyən bir qismini, yəni çoxluğunu, %70, %80-ni proyekt olaraq təhvil veririk. Yəni proyekt olaraq imtahanlarımızı veririk. Onları bizim müəllimlər, professorlar dəyərləndirir və ona bir bal verirlər və bizim final ballarımız, yəni sonda çıxan ballarımız ona görə çıxır. Yəni bu demək olar ki, bütün ixtisaslarda belədir. Memarlıq, incəsənət, new media, yəni yeni media, biznes və yaxud da digər belə deyək, fakültələr hamısı belədir. Mən özüm Kadiras Universitetinin biznes fakültəsini seçmişəm, amma hal-hazırda Foundation-da oxuyuram. Və inşallah gələn il mən də fakültetə keçməyi planlayıram. Ən böyük planlarımdan biri hal-hazırda budur. Və mən bəzi suallar hazırlamışam. Bu suallara cavab verəcəm. Yəni ən çox insanlara maraqlı olan suallar hazırlamışam və bu suallara cavab verəcəm. Bu suallardan istəyirəm birincisindən başlayaq. Türkiyədəki təhsil, tədris sistemi Azərbaycandakından fərqlidir. Təbii ki, fərqlidir. Həqiqətən arada çox böyük bir fərq var. Fərqlərdən biri budur ki, əslində bizim fərqli edən şeylərdən biri bizim universitetimizdir. Universitetimiz dediyimdə az öncə vurğuladığım kimi sırf proyekt yönümlü universitet olmağı, yəni imtahanlarımız olmur bizim, müəyyən imtahanlar olur və o imtahanları da sadəcə proyekt olaraq təhvil veririk. Azərbaycanda yəni bu proyekt, staja getmək, staj eləmək azdır. Hətta mən bildiyim qədərilə proyekt yönümlü dərslər daha az olur. Bunu belə deyə bilərəm sizə ki, mənim bir dostum var hal-hazırda 4-cü kursda oxuyur və kompüter mühəndisliyində oxuyur. Yəni sonuncu kursudur, qurtaracaq. Həmin dostum hal-hazırda 4 il ərzində yığdığı müəyyən praktikalardan və özünün üzərinə əlavə elədiyi praktikalardan götürəndə əslində hal-hazırda Türkiyədə hansısa bir yerdə kompüter mühəndisliyində junior olaraq başlasa və yaxud da hardasa bir yerdə stajda özünü göstərib biraz daha da qabağa gedib maaşlı sistemə keçsə, hal-hazırda onun Türkiyədəki stabil maaşı 100-120 min TL arasıdır. Bu da hardasa təxminən 3000 dollara, 3000 dollar eləyir. Əslində proyekt yönümlü olmağının da ən böyük yəni fərqlərindən biri, səbəb deməyə, fərqlərindən biri odur ki, sizə hər hansısa bir dərs və yaxud da hər hansısa bir imtahanınız olur. Siz onu sadəcə proyektlə təhvil verirsiniz. Normalda universitetlərdə, yəni çox universitetlərdə belədir. İstəyirlər ki, proyekt yönümlü universitetlərə dönüşdürsünlər. Yəni bunu o yolda davam elətdirirlər. Universitetlərdə belədir ki, siz hər hansısa bir şey, məsəl üçün biznes və yaxud kompüter mühəndisliyi və yaxud da X bir fakültətdə oxuyursunuz və bu fakültətdə normalda universiteti qutarandan sonra, hətta belə bir deyim var ki, deyirlər ki, universiteti qutarırsan, deyir ki, əgər praktikan yoxsa, təcrübən yoxsa gəlib həmin işdə işləmə. Amma bu universitetin üstünlüyü odur ki,
Siz hər hansı universiteti bitirdiyiniz andan etibarən, hətta burada çox tələbələr universiteti bitirmədən belə iş sahibi ola bilirlər. Ən böyük səbəbi də yenə də vurğuladığım kimi proyektlərdir. Çünki sizin ildə müəyyən bir limitiniz var. Belə deyim, məsəl üçün 20 dənə, 30 dənə limitiniz var. O proyekti təhvil verməlisiniz və bu dediyim proyektlərdə hamısı həqiqətən də bu günlərim sabah çıxıb gedib hansısa bir işə başvursanız, orada göstərirsiniz ki, mən bu proyektlərdən keçmişəm və yəni bu proyektləri eləmişəm və mən iş istəyirəm. Hətta belə bir şey deyim, mənim bir çox yaxın dostum var. Hal-hazırda özü radio, televiziya və sinema fakültəsində oxuyur. Onun ilk ilidir və ilk semestrin sonunda onların final imtahanı olaraq tam bu deyil, bir fənnin final imtahanı olaraq deyə bilər ki, qısa bir film çəkin gətirin bizə. Yəni bunu proyekt olaraq verirlər ki, imtahan olaraq belə deyək, proyekt deməyə imtahan olaraq verirlər ki, siz kiçik bir qısa bir video çəkəcəksiniz və video dediyim, yəni kino çəkəcəksiniz. O kinonu gətirib təqdim edəcəksiniz müəllimə. Bunun kimi şeylər, yəni proyekt yönümlü dediyimizdə həqiqətən də real həyatda gördüyümüz, yəni praktiki işləri dərsə töküblər. Proyekt haqqında danışdığımıza görə yeni bir suala keçmək istəyirəm. Niyə Türkiyə Kadir Has bunu dedim, yəni niyə Türkiyə və Kadir Has olduğunu, Azərbaycanla Türkiyə, bu universitet, Kadir Has Universiteti arasındakı fərqləri də sizə söylədim. İstanbulda yaşamaq bahalıdır. Yəni cibinizdə nə qədər pulunuz olsa sizə yetərlidir deyə bir sual var. Əslində bu sual insandan insana, oğlandan, xanımdan bəyə çox fərqli bir sualdır və insanın maddi durumundan da fərqlilik yaradır. Məsələn, mən burada uşaqlar tanıyıram ki, aylıq 300-400 dollar xərcləyirlər. Bəzi uşaqlar tanıyıram, aylıq 1000-1200 dollar xərcləyirlər. Yəni bu sizin tamamilə özünüzlə bağlıdır. Yəni siz əgər çox xərcləyirsinizsə, Bakıda da və yaxud da indi dünyanın harasında yaşayırsınızsa, orada çox xərcləyirsinizsə, təbii ki, burada da çox xərcləyəcəksiniz və yaxud da ekonomsunuzsa, burada da ekonom olacaqsınız. Yurt, yataqxana qiymətləri əslində ortalama olaraq uyğundur. Yəni fərqli-fərqlidir. Bəzi uşaqlar var ki, gəlir deyir ki, mən bir nəfərli otaqda qalmaq istəyirəm. O gedir bir nəfərli otaqda qalır. Bir nəfərli otağın qiyməti biraz fərqli olur, yəni biraz daha bahalı olur. 4 nəfərlik məsəl üçün otağın qiyməti daha fərqli olur, daha ucuz olur, belə deyək. Yəni belə ortalama fikirləşəndə yataqxana və sizin öz xərclərinizi hesablayanda aylıq təxminən 800.000 dollar yetərlidir ki, İstanbul şəhərində yaşamağa məncə yetərli bir rəqəmdir. Niyə 800.000 dollar? Çünki onun təxminən 200-300, bəzən də 400 dollar, 200 olmur, çox vaxt 300-400 dollar sizin yataqxananızın, yəni qaldığınız yataqxananın, evin və yaxud da harda yaşayırsınızsa, həmin yerin pul olacaq. Geriyə qalan 300-400 dollar sizin öz cib xərcliyiniz olacaq. Bundan əlavə olaraq bəzi uşaqlar var bursla gəlir, bəzi uşaqlar var əlavə burslar alırlar. Yəni bunlar dəyişir. Hamısı bunlar çox dəyişən, çox dəyişir. Və İstanbul fərqlidirmi, maraqlıdırmı? Təbii ki, maraqlıdır. Çox fərqlidir, çox maraqlıdır. Çünki istədiyiniz tipdə insan görə bilirsiniz, istədiyiniz fərqli insanlar çoxdur, fərqli yerlər çoxdur. Gəzib qutara bilməyəcəyiniz bir şəhərdir. İstanbuldan fərqli olaraq başqa şəhərlər var, amma onlarda da fərqlilik var, təbii ki, fərqliliklər var. Amma İstanbul Türkiyənin həqiqətən də qəlbidir, çox fərqli bir şəhərdir. Və yəni bu şəhərdə gecə saatın fərqi yoxdur, gündüz saatın fərqi yoxdur. Həmişə probkalar olur, həmişə əyləncəli məkanlar olur, həmişə gedə biləcəyiniz, yemək ala biləcəyiniz, sifariş edə biləcəyiniz yerlər həddindən artıq çoxdur.
Yəni çox fərqli şəhərdir. Həqiqətən də çox fərqli şəhərdir və belə bir şey deyim. Mən ilk gəldiyim vaxtlar avqustda gəlmişdim. Mən avqustun ortalarında. İlk gəldiyim vaxtlar gedib şəhəri yavaş-yavaş gəzməyə başlayırdım. Gəzə-gəzə gördüm ki, məsələn fərqli restoranlar var, fərqli konseptlər var, fərqli insanlar var. Hətta insanlar belə çox fərqlidirlər. Yolda 1000 nəfər, 2000 nəfər, yəni bir toplu insan gedir və toplu insanın içində eyni insanlar çox azdır. Hər kəs fərqli, geyim tərzləri fərqlidir. Bəziləri kostyumla gəzirlər, yəni bu onların normal həyatıdır. Bəziləri fərqli tiplərdə gəzirlər. Yəni bunlar hamısı İstanbul üçün çox normal bir şeydir. Burada geyim tərzi də fərqlidir, insanların düşüncəsi də fərqlidir, hər şey çox fərqlidir. Belə deyim, Azərbaycanda gördüyünüz hər şeyin, hər bir şeyin, ağlınıza gələ biləcəyi hər bir şeyin 10 qatını burada fikirləşin və elə bir şəhər fikirləşin. Fərqlilikləri çoxdur, üstünlükləri çoxdur, burada networklər çoxdur, insan, topluluq çoxdur. Hər şey baxımından, istər yaxşı, istər pozitiv, istər neqativ baxımından hər şey burada fərqlidir və hər şey həddindən artıq çoxdur. Və bir şey də nəzər salmaq istəyirəm. İstanbul məni necə dəyişdirdi? Burada çox az müddətdir buradayam. İstanbul məni həqiqətən İstanbul məni çox dəyişdirdi. Özü böyük ölkə olduğu üçün, böyük şəhər olduğu üçün, fərqli mədəniyyətlər olduğu üçün, fərqli insanlar olduğu üçün, fərqli baxış açıları olduğu üçün məni çox dəyişdirdi. Bu 4-5 ay ərzində, bəlkə də 17 ildir yaşadığım həyat müddət ərzində görmədiyim qədər çox şeylər gördüm, danışa bilmədiyim qədər çox insanlarla danışdım. Və İstanbulu mənə dəyişdirməyində ən böyük tərəfi isə o idi ki, məsələn, yolda gedirdim, yolda getdiyim zaman və yaxud da tramvayda, vapurda, gəmidə getdiyim zaman biri ilə sadəcə 1 dəqiqəlik, 2 dəqiqəlik danışmaq, münasibət qurmaq, network qurmaq belə çox böyük bir şeydir. Hətta belə bir şey deyilmək istəyirəm ki, mən dostuma kömək eləməyə getmişdim. Onun çəkilişləri var idi. Mən getmişdim ona kömək eləməyə. Əlimdə sadəcə kameranı tuturdum. Mən Qalata Kulesinin yanındaydıq. Biz çəkilişimiz orada gedirdi. Mən sadəcə kameranı əlimdə tuturdum və biri gəldi mənə, kameranı mənim əlimdən aldı və mənə necə ayarlayacağımı, bu havada necə video və yaxud da şəkil çəkəcəyimi, əlimdəki kamera ilə necə video və şəkil çəkəcəyimi göstərdi və bu insana həqiqətən də çox yaxşı təsir eləyir ki, sənin ətrafında da sənin tanımadığın insanlar belə sənə dəstək olmağa çalışır və sənin yanında olurlar. Və burada onu da əlavə eləmək istəyirəm ki, İstanbul tək İstanbul deyil, sən öz ölkəndən çıxıb, yəni komfort zonandan çıxıb, öz rahat olduğun mühitdən, dostlardan, ailəndən, ətrafından, tanıdığın şəhərdən, gəzdiyin küçələrdən, tanıyıb gəzdiyin küçələrdən çıxıb fərqli bir yerə gedirsən və getdiyin fərqli bir yerdə İstanbul olduğu üçün İstanbulda həqiqətən də çox böyükdür. Hər şey, mən az öncə vurğuladığım kimi, həqiqətən də çox böyükdür. Yəni, mən İstanbulu bu qədər də fikirləşməzdim. Mən əvvəllər oturdum internetdə baxırdım, məsələn, Kadıköy var, Üsküdar var, Beşiktaş var, Eminönü var, fərqli yerlər var. Amma bu bizim gördüyümüz əsas 5, 10, 15 dənə yerdən də fərqli olaraq, onların da altında yenə də çoxlu fərqli yerlər yatırdı. Və bu fərqli yerlərdən də əlavə olaraq, yəni biz bura, yəni tələbələr olaraq tək gəzməyə, görməyə, əylənməyə gəlməmişik, həm də oxumağa gəlmişik. Oxumaq baxımından, təhsil baxımından da fərqləri çoxdur. Çünki insanların həyata baxış açısı fərqlidir. Azərbaycanın mentaliteti fərqlidir, Türkiyənin mentaliteti tamamilə fərqlidir. Bizim baxıb doğru bildiyimiz şeylərə onlar baxırlar və bir şeyə sadəcə bir tərəfdən deyil, məsəl üçün deyirəm, ortaya bir şey qoyurlar, deyirlər ki, buna baxanda nə düşünürsən? Hətta məndə belə bir praktika da olmuşdu ki,
Yenə universitetdə gəzirdim, gəldim kitabxanaya. Kitabxanada başladım kitablar oxumağa. Kitablar oxuyanda bir xanım gəldi. Mənə dedi ki, bu kitab, yəni əgər psixologiya oxumağa başlayırsansa, yəni bu sənin üçün maraqlıdırsa, bu kitabı oxumaqdansa mənə bir xeyli kitablar göstərdi. Hardasa 5-6 dənə kitabın adını yazdı, mənə göstərdi və orada da mənə təklif etdiyi bəzi kitabları var idi. Deyirdi, bu kitabdan başlamaqdansa get bu kitablardan başla. Ondan sonra yəni başlanğıcdan başla. Sonra ağır kitabı oxuduğun zaman sən başa düşəcəksən ki, həqiqətən də burada cümlələr nə üçün yazılıb, burada niyə nöqtə qoyulub, burada niyə vergül qoyulub. Onların hamısını tamamilə və çox rahat şəkildə başa düşəcəksən. Yəni insanların vizyonu çox fərqlidir. İnsanların yaşam tərzləri çox fərqlidir. Yəni burada mən hal-hazırda da görürəm və görməyə də davam edirəm ki, insanlar adi universitetdən çıxırlar, yəni bunların həyatlarında onsuz da həmişə gördükləri bir şeydir. Amma ən kiçik şeydən belə həzz almağa bacarırlar. Çıxırlar universitetdən, gedirlər, minirlər vapura. Vapurdan evə gedəndə orada sadəcə özünə bir çay alır və bir simit alır və yaxud da sadəcə çay alır. Çıxır, dəniz mənzərəsini izləyir və bundan keyf bu bunun xoşuna gəlir və bu həqiqətən də çox gözəl bir şeydir ki, insanlar yaşadıkları hər saniyəni, hər dəqiqənin qiymətini bilirlər və yaşadıkları hər müddətcə, hər dönəmcə də çox fərqli şeylərdən həzz alırlar. Gecə həyatından da çox həzz alırlar, adi yolda gedəndə də çox başqa həzz alırlar. Heyvanları sevəndə də çox fərqli həzz alırlar. Hər kiçik şeylərdən başlayırlar özlərinə maraqlı eləməyə, özləri necə bundan keyf alar, bu saniyələrini, dəqiqələrini necə daha da yaxşı dəyərləndirir, fikirləşirlər. Və mən gördüyüm qədərilə tələbələrdən tutmuş müəllimlərə qədər, professorlara qədər, hətta yolda gəzən insanlara qədər bir çox insanın planı var. Nəyi necə eləyəcəyini, necə yaşayacağını, nə vaxt dərs oxuyub, nə vaxt yuxudan oyanıb, nə vaxt universitetə gəlib, nə vaxt dərs oxuyub və nə vaxt evə gedəcəyinə qədər hətta planlayırlar. Mənim öz sinif yoldaşlarım da var, universitetdən başqa tanıdığım uşaqlar da var. Hətta belə deyim, onlar mən yəni bu hala çox şahid olmuşam bu hala. Dururuq, 5 dəqiqə otururuq, söhbət edirik və yaxud da ayaq üstə harasa gedirik. Birdən bunun alarmı çalmağa başlayır. Deyirəm ki, yəni bəs bu nədir? Nə üçün bu vaxtı timer qoşmusan? Timer bu vaxtı çalmağa başlayır. Mənə deyir ki, bu timer odur ki, mən məsəl üçün 15:40-da olmalıydım sinifdə, amma 15:40-da hələ də universitetin içində gəzirəm. Və yaxud da 2-3 saat sonraya alarmlar qururlar, yəni vaxt qururlar ki, mən 2-3 saat sonra bu işi eləyəcəm və yaxud da bu işi eləmək üçün alarm qurur ki, 15-20 dəqiqə sonra bu işi eləməyə başlayacam. Yəni həyatları çox planlıdır. Düzdür, yaxşı planlı insanlar da var, plansız insanlar da var. Yəni bu çox fərqli bir şeydir. Sadəcə planlı insanlar həyatını keyf alaraq keçirdir. Həyatını hər saniyəsini, hər dəqiqəsini dəyərləndirərək keçirdir. Bəzi insanlar isə yəni bunu heç vecinə almırlar. Yəni çox yaxşı insanlar olduğu qədər çox plansız, həyatını doğru yöndə yönəltməyən insanlar da var. Yəni mən sizə danışdığım bu insanlar varsa, digər yaxşı tərəfi varsa, digər pis tərəfi də var. Mənim qabağıma çıxan insanlar çoxsu %90% insanlar planlı, həyatda nə edəcəyini bilən, hətta bəzi insanlar var ki, bəzi tələbələr var ki, universiteti bitirdikdən sonra hansı işdə işləyib, gələcəyi necə quracağını tələbələr də var. Yəni burada hər şey həqiqətən də çox fərqlidir. Türkiyə Azərbaycandır. Yəni Türkiyə ilə Azərbaycan qardaşdır. Bunu hər kəs bilir. Amma Türkiyədəki yaşam fərqlidir, Azərbaycandakı yaşam fərqlidir və mentalitet, baxış açısı, insanların bir şeyə yaxınlaşmağı
Sonra yəni çox şeylərə sizə deyə bilərəm, yəni fərqlilik baxımından ki, həqiqətən də çox fərqlidirlər. Və Azərbaycandakı yaşam da çox yaxşı idi mənim üçün. Türkiyədəki yaşam da çox yaxşıdır. Bunun arasında fərq varmı? Təbii ki, fərq var. Fərq ondan ibarətdir ki, mən öz şəxsi təcrübələrimdən deyirəm ki, Azərbaycanda sadəcə hər şeyin belə deyim %50'sini gördümsə, burada başlamışam ki, hər şeyin %80'ini görməyə və ortam belə deyək, universitet, insanlar fərqli olduğu üçün də hər gün, hətta hər dəqiqə, hər saat yeni bir şeylər öyrənməyə başlayırsan. Və onu da demək istəyirəm ki, burada həqiqətən tələbələrin oxumağı üçün çox böyük bir cəhd göstərirlər. Niyə? Çünki mən universitetə 4-5 ayda başlamışam. Demək olar ki, hər 2 həftədən bir və yaxud da hər həftə 3-4 dənə uşaqların əylənməyi üçün partilər keçirdilər. Sonra çoxlu biznesmenləri, investorları, hər kəsin öz ixtisasına aid insanları gətirdilər və onlar tələbələrin qarşısında çıxış edirlər. Bu həqiqətən də çox yaxşı bir şeydir. Hətta bu yaxınlarda universitetimizə hamının tanıdığı Volta şirkəti var. O şirkətin sahibini gətirmişdilər və bunun kimi çox insanları gətirirlər, tanış edirlər tələbələrlə. Tələbələr onlarla kommunikasiya qurur, yeni networklər yaranır. Hətta belə deyim, mənim keçən dəfə qoşulduğum bir tədbir vardı. Həmin tədbirdə bir uşaq dayanmadan, bir universitetimizin tələbəsi dayanmadan suallar verirdi. Həddindən artıq çox suallar verirdi. O tədbir bitdikdən sonra, yəni verdiyi suallar da həqiqətən də gerçək suallardı. Yəni havaya sadəcə boş suallar atmırdı. Tədbir bitdikdən sonra həmin adam özü yaxınlaşdı tələbəyə. Ona hətta səhv eləməmsə bir dəfə görüşdülər, intervyu aldılar. İntervyudan sonra ona iş təklif elədilər. Yəni belə bir üstünlükləri də var. Eventlardan tutmuş hər şeyə qədər, yəni üstünlükləri həqiqətən çoxdur. Və bir şey də demək istəyirəm. Mənim Kadrasda hal-hazırda oxumağıma kömək olan ən böyük amillərdən biri də təbii ki, birinci olaraq mənim ailəm idi. İkinci olaraq da Qladiyemiya kursuydu. Qladiyemiya kursu Yusif müəllim və Teyyub müəllim və mənim öz müəlliməm Ləman xanım. Ləman xanım və Ayla xanım mənə həqiqətən çox dəstək oldular, çox kömək oldular. Hətta bəzən olurdu ki, motivasiyadan düşürdüm, oxumaq istəmirdim, bəzən kursa günlərlə gəlmirdim, amma onlar yenə də mənə dartıb kursa gətirirdilər. Onlara buradan həqiqətən də çox böyük bir minnətdarlıq və təşəkkür edirəm. Və mən yenə də Qladiyemiya kursunda da çox fərqli insanlar tanımışdım, çox böyük bir çevrəm yaranmışdı. Və Qladiyemiya kursuna da təşəkkür edirəm, müəllimələrimə də təşəkkür edirəm və ən birinci olaraq ailəmə də təşəkkür edirəm ki, mənə belə bir şərait yaratdılar və mən gəldim Kadrasda oxuyuram, hal-hazırda İstanbulda yaşayıram və çox fərqli eksperimentlər görürəm, çox fərqli təcrübələr keçirdirəm və həqiqətən də hər şey burada çox fərqlidir. Əgər sizin də şansınız varsa, əgər siz də xaricə gedə bilirsinizsə, bu Türkiyədə ola bilər, Avropada ola bilər, Amerikada ola bilər, heç bir fərqi yoxdur. Əgər həqiqətən də öz komfort zonanızdan çıxıb, özünüzü diskomforta salıb, yeni şeylər görmək, yeni şeylərlə tanış olmaq, yeni mühitə düşmək istəyirsinizsə, məncə şansınız varsa, bunu bir dəfə yoxlayın. Əgər şansınız yoxdursa, yenə də yoxlamağa davam eləyin. Əlbət bir gün şans gəlib sizə tapır. İzlədiyiniz üçün çox təşəkkürlər. Hamınıza minnətdarlığımı bildirirəm. Videonu bəyəndinizsə abunə olub bəyənməyi və hər hansısa bir sualınız, hər hansısa bir istədiyiniz video tipi varsa, onu da yorumlara yazarsınız. Mən inşallah onları çəkməyə çalışacağam. Təşəkkürlər hər kəsə.